görə qısa eləyirəm. Mən hər birimizin başa düşəcəyi tərzdə deyəcəm. 35 il bundan əvvəl biz erməni vəhşilərinin vəhşiliyi ucbatından öz dədə-baba torpaqlarımızı, nənə-baba torpaqlarımızı məcburən tərk eləməli olduq. Ev əmlakımızı, ev əşyalarımızı atıb gəldik. Amma bir şey var, biz gözəl Azərbaycan torpağına vətənpərvər və hər birimizə doğma məhəbbətlə qarşılayan Azərbaycanımıza gəldik. Azərbaycan xalqı bizi çox gözəl doğmalıqla, ürəklə qarşıladı. Bir şey yadda saxlamaq lazımdır. Biz ellər uyğundan bura gələndə nənəli, babalı, atalı, analı gəldik.